Millət dəmir yumruq oldu, haqq savaşı elan oldu. İgidlərin axan qanı tarixlərə dastan oldu. Qarabağın bağrı yara çağırdı bizi haraya. Azərbaycan əskərinin şanı yayıldı dünyaya. Səni bəs nə vaxt qaytarar Səndən təsəlli bir zabit mundiri Bir cüt ulduzlu aylı pagonlar Səndən təsəlli bir zabit mundiri Bir cüt ulduzlu aylı pagonlar Hay vermele Cenab-ı
leytinant, hay ver mənə leytinant. Xoş müjdəli bir savaşdan, hay ver mənə leytinant. O gün gelecek, qəm yemə, qəm yemə. O vaxt dönəcəm mən sənə, mən sənə. Hələ yad eldadır yurdumuz, yuvamız. Bitib tükənməyib o qan dağımız. Hələ yad eldadır yurdumuz, yuvamız. Bitib tükənməyib o qan davamız. Hay ver mənə cənab leytinant, hay ver mənə leytinant. Xoş müjdəli bir savaşdan, hay ver mənə leytinant. Savaş, son savaş bitmeyip, bitmeyip. Qisas, son qisas yetmeyip, yetmeyip. Sen gel yanımdaki çattığım ocağın odu hənirtisi hələ keçmeyip. Sen gel yanımdaki çattığım ocağın odu hənirtisi hələ keçməyib. Hay ver mənə cənab leytinant, hay ver mənə leytinant. Xoş müjdəli bir savaşdan, hay ver mənə leytinant. Hay ver mənə cənab leytinant, hay ver mənə leytinant. Xoş müjdəli bir savaşdan, hay ver mənə leytinant.
Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə uzun ömür, can sağlığı versin. Bu qələbənin əldə edilməsində bizim şəhidlərimizin, qazilərimizin müstəsna hüququ var. Başda Ali Baş Komandanımız olmaqla. Dünyada ən böyük zəfər əldə eləmişik. Allah hər birinizə can sağlığı versin. Övladlarınızın, nəvələrinizin xeyir işlərində görüşək. Dövlətimiz əbədi olsun, bayrağımız daimi olsun. Siz bu dövlətin iki qat vətəndaşısınız. Haqq eləyirsiniz bunu. Və Allah canınız sağ eləsin, ömrünüz uzun eləsin. Gəldiyinizə görə hər birinizə minnətdarıq. Sədrlərin bir toplanışı var. Yerdə qalan şəxslər azaddır, sərbəstdir. Bayramınız mübarək olsun. Allah canınız Mübarək olsun bayramınız. Sağ olun Emin müəllim, Füzuli müəllim, Ağsaqqal. Hər Burada biriniz yığışan. çox sağ olun, var olun. Nə yaxşı varsınız. Yığışan burada hərb yönlü yeti təşkilatlarının rəhbərləri, başda Füzuli müəllim, Emin müəllim, Meyti müəllim, mən Müşfiq Əliyev, Rada xanım, Firdun müəllim, Asab müəllim, Məhəmməd qardaş, Tahir qardaş, Fəqan qardaş, Vahid qardaş, Hacı Vahid və sizləri, bugünkü Sultan müəllim, Həsən müəllim, bu günləri burada sizləri təbrik edirik. Əlbəttə ki, zəhmətlərimiz böyükdür. Bu öz sübutun yerinə yetirdi ki, əvvəl Fəxri Xiyabanda ulu öndərimizi, bu bizə şəhidlərimizin qanı bahasına gələn bugünkü gün 108-ci il dönümünü qeyd edirik. Burada şəhid ailələr, qazilər və veteranlar iştirak edirlər. Hər birinizə öz salamımızı Böyük Ordu adından, sizlər adından, burada qardaşlar adından hər biri çıxış eləyər. Hamısının adından təşəkkür edirəm. Değerli dostlar, mən də bütün bir təbrik kəlmə söz demək istəyirəm Mehdi müəllim. Çox üzr istəyirəm. Allah 108 il bundan əvvəl bu ordunun bünövrəsini qoyub bizim üçün yaradanlara, bizim üçün qürur yeri formalaşdıranlara rəhmət eləsin. Hər birinin ruhu qarşısında baş əyirik. Demokratik Azərbaycan Cumhuriyyətinin ləyaqətli varislərinə, vətəndaşlarına, davamçılarına uğurlar, can sağlığı, xoşbəxtlik arzulayıram. Mən də bütün təbriklərə qoşuluram değerli dostlar. Bir də bir tövsiyə xarakterli demək istəyirəm ki, biz zəfər əldə elədik, torpaqlarımızı işğaldan azad etdik. İşim qutardı desək, vay o günümüzə. Unutmayaq ki, biz kimlərlə qonşuyuq. Ona görə daimi özümüz də səfərbər olmalıyıq. Gənclərin də vətənpərvər ruhunda daimi yetişməsinə birbaşa töhfə verməliyik. Çünki vətənpərvərlik mövzusunda sizlərdən çox sözü olan, deyə biləcək adam yoxdur. Allah sizləri qorusun. Var olun, bir də bayramımız var. Allah ordumuzu qorusun, əskərlərimizi qorusun. Allah şəhidlərimizə rəhmət etsin. Onlar vətənin, xalqın qürurudur. Allah qazilərimizə can sağlığı versin. Qazilərimiz yaşayan şəhidlərdir. Onları Allah qoysun, veteranlarımızı qorusun. Gəlin unutmayaq, unutturmayaq. Çünki biz əgər onların, ordumuzun, döyüş şəhidlərimizi, qazilərimizi, veteranlarımızı unutsaq, biz də unudulacağıq zaman zaman. Biz onları yaşadaq ki, biz də yaşayaq. Sağ olun. Mən də bütün təbriklərə qoşurum. Allah sizləri qorusun, Allah ordumuzu qorusun, Allah dövlətimizi qorusun, Allah Müzəffər Ali Baş Komandanımızı qorusun. Təbii ki, belə bir eləməkdən yerdə də çıxışımızı deyirik ki, həqiqətən bu müqəddəs şəhidlərimiz olmasaydı, bu döyüşlər olmasaydı, Türkiyəmiz olmasaydı, bugün biz burada yoxdur. Bugün baxırda. Yəni Allah bunların dərqəmlərə rəhmət eləsin, babiləndə inşa elətdirdi. Yəni nə deyim Allah? Hava istədi çox danışmıram. Qismət elə gəldi ki, 91-də ilk ordunu yaradan zabitlərdən, oranın müdürlərindən və bugün burada da var özlərət yaparanlar və sonradan biləsiniz dəyişmiş döyüş yoldaşlarımız. Onlarla ruhu şad olsun, onlar rəhmət eləsin. Biz onları heç kimi unutmamalıyıq. Şəhidlər bizim baş tacımızdır. Şəhid ailələri qarşısında baş əyirik. Maalesef ki, yenə dövlətdir ki, bütün sərhədlərimiz öz torpaqlarımızdır. Bizim hələ çox işlərimiz var. Hər birinizə bütöv Azərbaycan arzu edirəm. Bir daha Müşfiq müəllim, bir daha Firdun müəllim, Füzuli müəllim, size özümün minnətdarlığımı bildirirəm ki, sizin rəhbərliğiniz altında biz bugün
bura yığışıb Azərbaycan ordusunun 108 illik yubileyini qeyd edirik. Əlbəttə ki, çox sağ olsun, Allah rəhmət eləsin birinci öndər Heydər Əliyevə ki, vaxtında Azərbaycanın bütün nə bu potensiallar var idi, hamısını da təşkil edib bizi bugünkü günümüzə gətirib çıxartdı. Biz Qarabağı azad elədik. Gün o gün olsun ki, bu Azərbaycan ordusu mənim əsl köküm olan Qərbi Azərbaycanın Göyçə mahalından bizim hamımızın gözümüz Göyçə mahalındadır, Zəngəzur mahalındadır, Dərələyiz mahalındadır, Redibasar mahalındadır. Bir daha arzu edirəm ki, bu ordunun səs sorağı Göyçə mahalından, Redibasar mahalından, İrəvandan gəlsin. Qəbrinizdən gəlsin. Sağ olun. Yolumuz Sağ olsun. Zəngəzur. Var olsun bütün Azərbaycan.